Yoldaşlar, mən sizə sürücü işlərindən də bəhs etmək istəyirəm. Sürücü işləri kifayət qədər çoxdur və özü də zəngindir. Həm əmək haqqı cəhətdən, həm də çeşid cəhətdən. Misal üçün, gəlin ilk öncə qısa olaraq bildirim. Misal üçün, avtokar sürücüsü var, inkasator sürücüsü var, tır sürücüsü var, kiminsə Fordu varsa Ford üzrə də var, xidməti sürücü var, misal üçün, ailə sürücüsü var, xanımlar üçün sürücü işi var. Yəni, bir sıra sürücü işləri var ki, mən onlardan bəhs etmək istəyirəm qısa olaraq. Gəlin ilk öncə inkasator sürücüsündən bəhs edeyim. Misal üçün, bu inkasator sürücüsü 1300 manat civarında olan bir işdir. Bank Avrasiyadadır. 25-35 yaşlı şəxslər üçündür və bu sahədə 2 illik iş təcrübəniz olmalıdır. Ali təhsilli olmalısınız ən azı. Bu bir variant sürücü işidir. Sonra avtokar sürücüsü işi var, Camal şirkətindədir. Bu şirkət sizə 1242 manat pul verə bilir. Sultəpə qəsəbəsindədir, Binəqədi rayonundadır. 25-40 yaşlı olmanızı tələb eləyir ən azı. Daha doğrusu o yaş aralığında. Sonra sürücü işi var, hakim şirkətindədir yoldaşlar. 1000 manatlıq bir işdir. Bakmil metrosu yaxınlığında yük maşınları üzrədir. Axşam saat 10-dan səhər saat 6-ya kimidir. Yemək və qalmaqla da təmin olunursunuz. Bax, belə bir variant var. Hova və Şağman yük maşınlarının sürülməsi qaydasını bilməlisiniz. 30-65 yaşlı şəxslər üçündür. Bundan əlavə sürücü işi 1000-1600 manatlıq variant var PP Logistikdə 25-50 yaşlı şəxslər üçündür. BS tələb eləyir yoldaşlar sizdən. Bundan əlavə sürücü işi 2 dənə variantı var. Ford variantından bəhs edirəm ki, 2 dənə. Məsələn, onlardan bəhs etmək istəyirəm. Asnaqdadır. Öz Fordunuz varsa 1200 manat qazana biləcəyiniz 20-50 yaşlı şəxslər üçün olan belə bir iş var və sürücü çatdırılma üzrə 3 ildən artıq iş təcrübəniz olmalıdır. Yoxdursa, o iş təcrübənizə müraciət etməməniz lazımdır. Sonra Smart Supply-da da var. Əgər ki, Ford Transit-iniz varsa, orada da BS tələb eləyirlər yoldaşlar. Orada da demək olar aşağı-yuxarı eyni həddir. Sadəcə yaşda biraz fərq var, 5 yaş fərqi var. 25-55 yaş istəyir. Bu da yenə də 3 illik iş təcrübəsi tələb eləyir. Amma məhz sürücülük olaraq. O birisi konkret olaraq bildirmişdi ki, məhz çatdırılma üzrə. Burada isə bunun bir üstün cəhəti bundan ibarətdir ki, bu spesifik olaraq bildirir ki, yəni ümumiyyətlə daha doğrusu bildirir ki, yəni sürücülük üzrə təcrübəniz varsa müraciət edə bilərsiniz. Bu da bir nəqəddədir yoldaşlar. Bundan əlavə mən sizə başqa bir sürücü işlərindən də bəhs etmək istəyirəm. Dediyim kimi, sürücü işləri çoxdur, kifayət qədər sürücü işləri var. Gəlin onlardan başqa bir variantından da bəhs edeyim. Bu arada Gəncədə də sürücü işi var yoldaşlar. Hava limanında, xəbəriniz olsun. Deməli, sürücü işi, növbəti bir sürücü işi Xırdalandadır, Azzadadır. Bu isə Azzadadır yoldaşlar. Burada 30 yaş üzərində olan şəxslər üçündür və sürücü ekspeditor kimi 1 ildən artıq iş təcrübəniz olmalıdır. 900 manatdır, amma 6 aydan sonra da artımdır. Bayram günlərdə 2 qat əmək haqqı ola bilir. Sonra rayonda dediyim kimi Gəncədə sürücü işi var. Bir daha detallarını bildirmək istəyirəm sizə. Gəncə Beynəlxalq Hava Limanındadır. Azaldadır. Peşə ilə bağlı təhsiliniz olmalıdır. Minimum 5 illik iş təcrübəniz olmalıdır. BSD kateqoriyanız olmalıdır. Hərbi mükəlləfiyyətli olmalısınız. Yararlı olmalısınız. Bundan əlavə sürücü işi, elektrokar sürücüsü işi də var yoldaşlar. Dediyim kimi zəngindir sürücü işləri hal-hazırda. Ona görə səbirlə axıra qədər dinləməniz lazım ki, sizə uyğun olan varmı ya yoxmu analiz edə biləsiniz. Elektrokar sürücüsü var, Koroğlu şirkətindədir. Burada 800 manata yaxın pul verə bilir sizə. 25-45 yaşlı şəxs olmalısınız və elektrokar idarə edilməsini təsdiq edən sənəd xüsusi sertifikatınız olmalıdır və 1 illik iş təcrübəniz olmalıdır. Sonra xidməti sürücü işi var yoldaşlar. Bu Sirapdadır, 25-45 yaşlı şəxslər üçündür. Bu da Masazır dairəsinin yaxınlığında olan bir işdir. Xırdalan tərəfləri olmalıdır. Sonra Azərbaycan hava yollarında belə deyim, dediyim kimi bayaqları Gəncədə var idi. Onu sizin nəzərinizə çatdırdım. O xüsusi avtomobil sürücüsü idi. O artıq yoxdur yoldaşlar. Orada yəni başqa variantı da vardır. Bayaq birini bildirdim mən sizə Gəncədə. Digər variantı da Bakının elə özündə də var idi. Sadəcə artıq o yoxdur, xəbəriniz olsun. Amma Gəncə variantı hələ də qüvvədə qalır. Müraciət edə bilərsiniz. Sonra Medco Hospitalda var sürücü işi yoldaşlar. Ora müraciət edə bilərsiniz. 3-5 illik iş təcrübəsi tələb eləyirlər sizdən. BS tələb eləyirlər yoldaşlar. Nəsimi rayonundadır. Rəqabətli də əmək haqqı verir sizə. Bundan əlavə sürücü işi mən sizə hələ nə qədər sürücü işi var yoldaşlar. Mən sizə hələ sadalamamışam.
Baxın, sürücü işləri dediyim kimi xanımlar üçün də var. İndi irəliləyən dəqiqələrdə Allah qoysa bildirəcəm. Deməli, sürücü işi, növbəti sürücü işi Xırman şirkətindədir yoldaşlar. Burada isə 800 manata yaxın ala bilirsiniz. Binəqədi yolundadır. 25-35 yaşlı 3 illik iş təcrübəsi BS tələb eləyir. Bundan əlavə sürücü işi başqa bir şirkət Camaldadır. Camalda xatırlayırsınızsa avtokar sürücüsü işi də vardı. 1200 nə qədərsə. Burada isə adi belə deyim sürücü işi də var. Minimum 2 illik yük avtomobil sürücü vəzifəniz varsa, təcrübəniz varsa, daha doğrusu BS kateqoriyanız varsa 842 manatlıq Sultəpədə belə bir sürücü variantı da var. Sonra tır sürücüsü işi də var yoldaşlar. Bu Mercedes DAF üzrədir. Yük avtomobil sürücüsüdür. Heritus qrupdadır. 25-60 yaşlı şəxslər üçündür və müvafiq sahə üzrə ümumi iş təcrübəniz olmalıdır. Heç olmasa 2 illik. Y kateqoriyanız olmalıdır yoldaşlar. Sertifikatınız olmalıdır. Beynəlxalq sürücülük sertifikatınız, taxokartınız olmalıdır. Sonra yoldaşlar, bundan əlavə sürücü işi MyPay-də var. 25-35 yaşlı 3-5 illik iş təcrübəsi tələb edir. B kateqoriyası tələb edir və qeyd edeyim ki, burada əmək haqqı 15 gündən bir ödənilə bilir. Bundan əvvəl son olaraq xanım sürücü işindən bəhs etmək istəyirəm yoldaşlar. Massi şirkətindədir. 1200 manat verir. 25-50 yaşlı şəxslər üçündür. Əgər səbirlisinizsə, təmkinlisinizsə, sürücülük üzrə 3 il və daha çox iş təcrübəniz varsa, Babək prospektində olan bu işə müraciət edə bilərsiniz. Bu və digər sürücü işlərlə də tanış olmaq istəyirəm. Ümumiyyətlə, iş tapmanıza çətinlik çəkirsinizsə və yaxud da fərqli işlərlə tanış olmaq istəyirsinizsə, onunla bağlı əlaqə vasitəsindən mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi, siz əgər bu videonu YouTube-da görürsünüzsə, videonun üzərində əlaqə vasitəsi qeyd olunubdur, videonun adında. Yox, əgər siz bu videonu TikTok-da görürsünüzsə, o zaman TikTok-da siz profilə daxil olun, Toğrulazov sözünə toxunun, kanala daxil olun. Kanala daxil olduqdan sonra diqqət eləyin, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.